hoş gördük, değerli izleyiciler. Ülkede ve dünyada baş veren en son haberlerden anında haberdar olmak için günlük haberler YouTube kanalımıza abone olun ve bildirişleri açmayı unutmayın. İyulun 26-sında gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda da Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23 dərəcədən 26 dərəcəyə qədər isti, gündüz 35 dərəcədən 39 dərəcəyə qədər, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70%-dən 75%-ə qədər, gündüz 40%-dən 50%-ə qədər olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-dən 27-yə qədər isti, gündüz 35-dən 39-a qədər dərəcə isti. Bəzi yerlərdə 40-dan 41 dərəcəyə qədər isti. Dağlarda gecə 15-dən 20 dərəcəyə qədər isti, gündüz 25-dən 30 dərəcəyə qədər isti olacaq. Günlük haberler YouTube kanalımıza abone olmayı ve videonu beğenmeyi unutmayın.